Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 6 aprel 2025-ci il Dövlət İmtahan Mərkəzinin əvvəlki illərin məzunları üçün keçirdiyi buraxılış imtahanının suallarına baxırıq. Birinci sualdan başlayırıq. -3 x böyükdür 9. Bərabərsizliyinin ən böyük tam həllini tapın. X-i tapmaq üçün 9-u -3-ə bölürük. 9-u -3-ə böləndə bilirik ki, bərabərsizliyin işarəsi əksinə dəyişir. Əgər bölənin işarəsi mənfidirsə, onda bərabərsizliyin işarəsi əksinə dəyişməlidir və 9-u bölürük -3-ə, olur -3. X kiçikdir -3. Yəni, -3-dən solda yerləşən ədədlər çoxluğu. Və bizdən soruşur ki, ən böyük tam həllini tapın. -3-dən solda yerləşəcək -4. Doğru cavab olur D variantı. Keçirik 62-ci suala. Z kompleks ədədi üçün real Z 5-ə bərabərdir. İmz, yəni xəyali hissə -2-yə bərabərdir. Bu kompleks ədədin bizə deyir ki, qoşmasını tapın. Əvvəlcə kompleks ədədin cəbri çekiminə baxaq. Z bərabərdir A üstəgər E şəklindədir. A-ya həqiqi hissə deyilir, yəni R A-ya bərabərdir. B isə xəyali hissə deyilir, yəni İm B-yə bərabərdir. R A-ya bərabərdir. İm isə B-yə bərabərdir. Yəni Z bərabər olacaq. A-nın yerində 5 durur. A bərabərdir 5. 5. B-nin də yerində -2 dayanır. Deməli 5 çıxılsın 2. Bu olacaq Z kompleks ədədinin cəbri şəkli. Bizdən isə qoşma kompleks ədədi soruşur. Yəni Z-in qoşması bərabərdir. Qoşma kompleks ədəddə də bilirik ki, Z qoşma bərabərdir. A çıxılsın B şəklində olur. A çıxılsın B. Deməli olacaq 5 üstəgər 2. Doğru cavabımız olacaq Y variantı. Keçək 63-cü suala. A-nın hansı ən kiçik qiymətində bizə verilən bax bu ədəd. Bax bu ədədə. Bu ədəd 9-a qalıqsız bölünür. Biz də 9-a bölünmə əlamətini bilirik. Əgər verilmiş ədədin rəqəmlərinin cəmi 9-a bölünərsə, onda verilmiş ədəd də 9-a bölünür. Deməli, biz verilmiş bu ədədin rəqəmlərinin cəminə baxmalıyıq. 2 üstəgər 0, üstəgər 5, üstəgər A, üstəgər B. 2 üstəgər 5, 7 verir bizə. 7 üstəgər A, üstəgər B. Deməli, fikir verək. Bizdən bu ədədin 9-a bölünməsi üçün A-nın ən kiçik qiymətini soruşur. Biz də baxırıq ki, 7 üstəgər A üstəgər B. Deməli, biz A üstəgər B cəminin yerinə ən kiçik olması üçün 2 yaza bilərik. Çünki 7 üstəgər 2 bizə 9 verəcək. 9 da 9-a bölünəcək. Və indi axı 2 ədəd var A və B. A-nın ən kiçik qiyməti, yəni burada 0 ola bilər. A-ya 0 verərik, B-yə isə 2 qiymətini verərik. Yenə də A üstəgər B cəmi 2-yə bərabər olar. Deməli, bizdən tələb olunan ədəd, deməli, 2, 0, 5. A-nın yerinə də 0 yazırıq, B-nin yerinə 2 yazırıq. Tələb olunan ədəd 20.502 olar. Deməli, A-nın ən kiçik qiyməti olur. A bərabərdir 0. Doğru cavab olur C variantı. Keçək 64-cü suala. Üslü tənlidir. 5 üstü X üstəgər 1 bərabərdir. 5'te 1 üstü X çıxılsın 2. 5'te 1'i də 5 əsasında yazaq. 5 üstü X üstəgər 1 bərabərdir. 5'te 1, 5 üstü -1 deməkdir. 5 üstü -1 vurulsun
x çıxılsın 2. Yəni 5'in üstündə x üstə gəlir 1 bərabərdir. Mənfi 1'i x'ə vuranda mənfi x, mənfi 1'i də 2'ye vursaq, müsbət 2 olur. Əsaslar bərabərdirsə, qüvvət üstləri də bərabərdir. X üstə gəlir 1 bərabərdir. Mənfi x üstə gəlir 2. Mənfi x sola keçir. Olur. X üstə gəlir x bərabərdir. 2 çıxılsın 1. 1 əks işarə ilə sağa keçir. Olur ki, x bərabərdir 1. X bərabərdir 1'i bölürük 2'ye 0,5. Doğru cevabımız olur B variantı. Geçək 65-ci suala. K ve L nöqtələri ABC üçbucağının uyğun olaraq BC və AC tərəflərinin orta nöqtələri olarsa, ştrixlənmiş hissənin sahəsi ABC üçbucağının sahəsinin hansı hissəsini təşkil edir? K və L nöqtələri. ABC üçbucağına uyğun olaraq BC tərəfinin və AC tərəfinin orta nöqtələridir. Yəni K BC'nin orta nöqtəsidir. Deməli BK KC'ye bərabərdir. L də AC tərəfinin orta nöqtəsidir. Yəni CL A ilə bərabərdir. Və buradan belə çıxır ki, KL üçbucağın orta xəttidir. KL orta xəttir. Və bizdən soruşur ki, bu ştrixlənmiş hissənin sahəsi, yəni AKL üçbucağının sahəsi və üçbucağın, yəni ABC üçbucağının sahəsinin hansı hissəsini təşkil edir? Deməli, KL orta xətt olduğu üçün, yəni yanınızda sala orta xəttin üçbucaqdan ayırdığı kiçik üçbucağın sahəsi və üçbucaq sahəsinin hansı hissəsini təşkil edir? Deməli, C, burada da AB yazaq. Orta xətt olduğu üçün iki tərəfin orta nöqtəsini birləşdirir və orta xətt bilirik ki, üçüncü tərəfə paralel olub onun yarısına bərabərdir. Əgər orta xəttdə x işarə etsək, AB də olur 2x. Burada da KL'i yazaq. Deməli, diqqətlə fikir veririk inşallah. Təpədə alınan CKL üçbucağı, bu CKL üçbucağı böyük üçbucağa, yəni ABC'yə oxşar üçbucaq olur. Və biz də bilirik ki, oxşar üçbucaqların sahələri nisbəti onların uyğun tərəflərinin nisbətinin kvadratına bərabərdir. Yəni x bölünsün 2x'ın kvadratına bərabərdir. Yəni 4-1'ə bərabərdir. Deməli, həmin bax bu təpədəki kiçik üçbucağın sahəsi böyük üçbucağın, yəni ABC'nin sahəsinin 4-1 hissəsinə bərabər olur. Yəni KCL üçbucağının sahəsinə əgər 1s düşürsə, onda bax bu dördbucaqlı AK LB yəni trapesiyasına 3s hissə düşür. Yəni bir hissə üçbucağa düşür, təpədəki üçbucağa 3 hissə də bax bu dördbucaqlıya düşür. Bütövlükdə isə ABC üçbucağının sahəsi 4 hissə olur, yəni 4s olur. İndi diqqətlə fikir verək. Baxın KLC üçbucağının sahəsinə biz göstərdik ki, bax onun sahəsi S-ə bərabərdir və qalan ABKL trapesiyasının sahəsinə 3s qalır. Sonra baxaq AL ştrixlənmiş üçbucağın deməli sahəsinə. Diqqətlə fikir verək, bax bu KL parçasına. KL parçası AC tərəfini L nöqtəsində kəsir və bayaqları demişdik ki, bu orta nöqtədir. Şərtdə bizə verilmişdi ki, orta nöqtədir. Orta nöqtədirsə deməli KL mediandır. KL mediandır. Və biz demişdik ki, median üçbucağın sahəsini yarı bölür. Yəni burada hansı üçbucaqdan danışırıq biz? Baxın, AKC üçbucağından. AKC üçbucağının medianı olur. Həmin bax bu KL parçası. Median üçbucağın sahəsini bərabər bölür. Yəni burada deməli S düşür. Çünki bu iki üçbucağın sahələri bərabər olur. Və 2s də qalır ABK üçbucağının sahəsi üçün. Çünki böyük üçbucağın sahəsi, yəni ABC'nin sahəsi 4 hissə olur. Deməli bizdən nə soruşurdu? Həmin bax bu ştrixlənmiş üçbucağın sahəsini ABC üçbucağının sahəsinə nisbətinə, yəni hansı hissəsini təşkil edir? S-in 4 hissə nisbəti, bu da bərabər olur 4-1'ə, bu da bizə B variantında verilir.
Keçirik 66-cı suala. Trigonometrik tənlikdir. Xüsusi haldır. Baxın bərabərdir. Saf tərəfli 1'dir. Deməli sinus x ne zaman 1 alır? Sinus x bərabərdir. Bir tənliyinin həlli x bərabərdir. 1'i alır. 90 derecədə, yəni pi bölü 2'də və 1 tam dövr etdikdən sonra yenə də bir qiymətini alır. Deməli dövr olur 2 pi k. Yəni pi bölü 2 üstə gəl 2 pi k. Bizdə tənlik necə verilib? Sinus 2x çıxılsın 3 bərabərdir 1. Deməli 2x çıxılsın 3 bərabərdir 1'i dedik ki pi bölünsün 2 üstə gəl 2 pi k'da alır və 2x bərabərdir 3'ü keçiririk sağ tərəfə pi bölü 2 üstə gəl 2 pi k üstə gəl 3 ve her tarafı 2'ye bölürük. Olur pi bölü 4 üstə gəl 2 pi k'nı da 2'ye bölürük. Olur pi k ve 3'ü de 2'ye bölürük. Olur 2'de 3 ve k daxildir z. Bu cevaplar bize verilib D variantında. Keçirik 67. suala. Diqqətlə fikir veririk. Burada altı bucaqlı verilib. Altı bucaqlının tərəfləri işarə olunub. X, Y, X, X. Deməli, tərəflər üzərində 4x və 2y var. Deməli, 4x üstə gəl 2y. 4x üstə gəl 2y. Onun perimetri olur. Və bizə deyir ki, alt bucağının perimetrini tapın. Yəni, perimetri 4x üstə gəl 2y bərabər olur. Bizə belə bir şərt də verilir. 2x üstə gəl y 5'e bərabərdir. Deməli, biz buradan 2'ni və fərzi xaricinə çıxarsaq əgər olur 2x üstə gəl y. Yəni 4x 2'ye bölürük 2x, 2y de 2'ye bölürük y. Və diqqətlə fikir veririk. Həmin 2x üstə gəl y bizə şərtdə verilib. Yəni qiyməti 5'dir. Bunun qiyməti 5'dir. Deməli 2 vurulsun 5. Cevabımız olur 10. Bu da bizə D variantında verilib. Keçirik 68. suala. Sade bir sualdır, tənasübdür. N bölünsün 10 bərabərdir 8 bölünsün N. Bizə deyir M'in hasilini tapın. Biz də bunu çarpaz vuranda veririk ki, tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni kənar hədlərinin hasili M'in bərabərdir orta hədlərinin hasilinə. Yəni 10 vurulsun 8. Bu da bizə verir 80. Doğru cevap olur C variantı. Keçək 69. suala. ABCD kvadratının təpələrindən çəkilmiş paralel disxətlər onun müstəvisinə paralel olan müstəvini uyğun olaraq A1, B1, C1 və D1 nöqtələrində kəsir. Və AB'nin uzunluğu verilib 4 cm. Bizdən A1, C1 parçasının uzunluğunu soruşur. Deməli, söhbət burada nədən gedir? Bir müstəvinin üzərində ABCD kvadratı verilmişdir və bu kvadratın təpələrindən paralellər qaldırılıb. Həmin o paralellər verilmiş müstəviyə paralel olan müstəvini A1, B1, C1, D1 nöqtələrində kəsir. Deməli, söhbət burada prizmadan gedəcək. Prizmanın oturacaqları paralel müstəvilərdə yerləşir. Prizmanın quraq, söhbət belə bir prizmadan gedəcək. Burada ABCD kvadratı baxın oturacaqdır. A, B, C, D. Baxın, hər hansı bir alfa müstəvisi olsun. Deməli, alfa müstəvisinin üzərində verilib A, B, C, D kvadratı. Təpələri ABCD olan kvadrat. Bu kvadratın təpələrindən, yəni A nöqtəsindən perpendikulyar qaldırılıb A1 və A1'ə paralel olan B1 perpendikulyar qaldırılıb. D nöqtəsindən həmin bax bu çəkdiyimiz perpendikulyarlara paralel olan D1 perpendikulyar qaldırılıb və eyni qayda ilə C1 perpendikulyar qaldırılıb və A1, B1, C1, D1 nöqtələri yerləşir alfa müstəvisinə paralel olan hər hansı bir delta müstəvisinin üzərində. Yəni alfa paraleldir
beta. Ve burada AA1, AA1, BB1, DD1, CC1 birbirine paralel olurlar. Bizden ne soruşur? AB'ni verip bize 4 oturacak kvadrattır. Deməli, hər tərəfi 4'tür və bizdən soruşur A1, C1 parçasının uzunluğunu, A1, C1 parçasının da uzunluğunu tapmaq için bakın A1, C1 burada kvadratın diagonalı olacak. Yani AC olacağı ABCD kvadratının diagonalı, A1, C1 de olacak A1, B1, C1, D1 kvadratının diagonalı. Biz de bilirik ki kvadratın diagonalını tapdıqda əgər kvadratın tərəfi A-dırsa, onda onun diagonalı A kökdə 2'ye bərabərdir. A kökdə 2. Deməli, AC diagonalı 4 kökdə 2'ye bərabər olur. A1, C1 də AC'ye paraleldir və həm də ona bərabərdir. Deməli, A1, C1'in də uzunluğu olacaq 4 kökdə 2. Deməli, bizdən də elə A1, C1 parçasının uzunluğu soruşurdu. Cavabımız olacaq B variantı. Keçirik 70. suala. Çoxluqlara aid olan sualdır. Elementləri sayı bərabər olan A və B çoxluqları üçün NA kəsişmə B bərabərdir 6 və 5 vurulsun B çıxılsın A fərqinin elementlərinin sayı bərabərdir 2 vurulsun A və B çoxluqlarının birləşməsinin elementlərinin sayı. Bizdən soruşur MB'ni tapın. Deməli uşaqlar, biz bunu diagram üzərində göstərək. Belə bir diagramında göstərək. Çoxlulardan biri A olsun, biri B olsun. Fikir verin, kəsişməsində 6 element var. Kəsişməsinə 6 yazırıq və diqqətlə fikir verək, elementlərinin sayı bərabər olmalı. Deməli ki, bax burada x yazsaq, yəni A çıxılsın B, yalnız A-ya məxsus olan elementlər x yazsaq, yalnız B-yə məxsus olan elementlər də x olacaq. Çünki hər ikisində elementlərin sayı bərabərdir. Yəni A çoxluğunda da x üstəgəl 6 sayda element olur, B çoxluğunda da x üstəgəl 6 sayda element olur. Və bizlər bax burada belə bir bərabərlik verib, bu bərabərlikdən istifadə edirik. 5 vurulsun MB çıxılsın A. 5 vurulsun MB çıxılsın A hissəsi bax burada. MB çıxılsın A və burada da görürsünüz x-a bərabərdir. Deməli 5 vurulsun x bərabərdir 2 vurulsun NA birləşmə B. 2 vurulsun NA birləşmə B. NA birləşmə B deyəndə isə bax bütün dairələrin içində nə varsa hamısı götürülür. Yəni x üstəgəl 6 üstəgəl x. Deməli 5x bərabərdir 2 vurulsun 2x, yəni 4x və 2 vurulsun 6, bu da olur 12. 4x'i sola keçirəndə 5x'dən çıxanda qalır x. X bərabər olur 12'yə. Bizdən nə soruşuldu? MB'ni tapın. Gəlin MB'yə baxaq. MB x üstəgəl 6'ya bərabərdir. Biz də x'i 12 tapmışız. Baxın. Deməli 12 üstəgəl 6 cavabımız olur 18. Yəni Y variantı. Keçirik 71. suala. Tərəfləri ABC olan üçbucağın A və B tərəflərinin qarşısında yerləşən bucaqları uyğun olaraq 62 dərəcə və 68 dərəcədir. Deməli, üçbucağın tərəfləri ABC-dir. ABC ilə işarə olunub.
A ve B taraflarının karşısındaki bucaklar, A'nın karşısındaki bucak 62 derecedir. B'nin karşısındaki bucak 68 derecedir. Ve bizden bu üç bucağın tərəfləri arasındaki münasibəti soruşur. Deməli biz üçüncü bucağı da bilməliyik. Üç bucağın üçüncü bucağını tapmaq üçün bilirik ki, üç bucağın bucaqlarının cəmi 180 dərəcədir. 68 və 62-ni toplayırıq 130 dərəcə. 180-dən çıxırıq, olur 50 dərəcə. Və üç bucağın tərəfləri və bucaqları arasındakı münasibət necədir? Böyük bucaq qarşısında böyük tərəf dayanır və kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Baxaq, böyük bucağın qarşısındakı tərəf 68 ən böyük bucaq olduğu üçün 68-in qarşısındakı tərəf B tərəfi böyük olacaq 62-nin qarşısında dayanan A tərəfindən. O da böyük olacaq 50 dərəcənin qarşısında dayanan C tərəfindən. Deməli B böyükdür A, o da böyükdür C. Və bu cavabımız olur D variantı. Keçirik 72-ci suala. 72-ci sual sadə bir sualdır. Deməli, surətimiz A kvadrat çıxılsın 9, məxrəcimiz 3A üstəgəl 9. Surət bilirsiniz ki, iki ifadənin kvadratları fərqidir. A çıxılsın 3, A üstəgəl 3. Məxrəcdən 3'ü çıxarırıq mötərizə xaricinə. 3A'nı 3'e bölürük A, 9'u da 3'e bölürük 3. Və burada A üstəgəl 3'də ixtisar gedir, qalır. A çıxılsın 3 bölünsün 3. Doğru cevabımız olur A variantı. 73-cü sual. Trigonometrik funksiyalara aiddir. Baxın, sinus 41 dərəcə, kosinus 11 dərəcə, çıxılsın kosinus 11 dərəcə, sinus kosinus 41 dərəcə, sinus 11 dərəcə. Deməli, sinus alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta. Bu da sinus alfa çıxılsın beta. Üstürüdür, olur sinus 41 dərəcə çıxılsın 11 dərəcə bərabərdir sinus 30 dərəcə. Sinus 30 dərəcənin qiyməti bilirik ki, 2 də 1'e bərabərdir. Bu da bizə verilir A variantında. Keçirik 74-cü suala. Deməli, perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2'dir. Yəni bizə bir dənə üçbucaq verilir. Bir dənə üçbucaq verilir. Bir də bizə verilir deməli kvadrat. Bir də bizə verilir kvadrat. Və bizə deyir ki, bərabər tərəfli üçbucağın tərəfi x1'dir, kvadratın tərəfi x2'dir. Yəni bərabər tərəfli üçbucağın tərəfinə x1 yazırıq, kvadratın tərəfinə isə x2 yazırıq. Və bir də tənliyimiz var, x kvadrat çıxılsın 21 x üstəgəl 5A çıxılsın 7 bərabərdir 0. Bu tənliyin kökləri x1 və x2 olarsa A-nı tapın. Diqqətlə fikir veririk. Cümlənin əvvəlində bizə deyirdi ki, perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqlar. Deməli, üçbucağımız da bərabər tərəflidir və onların perimetrləri bir-birinə bərabərdir. Perimetrləri də bilirik ki, deməli, bərabər tərəfli üçbucağın perimetri olur 3x1, kvadratın da perimetri olur 4x2 və onlar bərabər olduğu üçün 3x1 bərabərdir 4x2. Bu bərabərlikdən biz x1'i 4K, x2'ni isə 3K kimi ifadə edə bilərik. Yəni x1 burada 4 nisbətində, x2 isə 3 nisbətində iştirak edir. Sonra baxırıq bizə verilən kvadrat tənliyə.
Köklerin cəmi 21'e bərabərdir 7 teoreminə görə. Yəni x1 üstəgəl x2 21'e bərabərdir. Köklerin hasili x1 vurulsun x2 ise 5a çıxılsın 7'ye bərabərdir. Getirib qoyaq yerinə x1'i 4k tapmışıq. 4k üstəgəl x2 3k bərabərdir 21. 7k bərabərdir 21 ve buradan çıxır ki k bərabərdir 3. K'nın qiymətini tapdıq. K bərabərdir 3. Gətirib istifadə edək ikinci tənlikdən. Yəni hasildə x1 vurulsun x2 bərabər 5 çıxılsın 7 ve buradan da a'nı tapıb. x1 4k'ya bərabərdir. Deməli 4'ü vurur 3'e 12. x2 de 3k'ya bərabərdir. 3'ü 3'e vurulur 9. Ve x1 x2 yani 12 vurulsun 9 bərabərdir 5a çıxılsın 7. Bakın bak burada getirdik koyduk yerine. Deməli 5a çıxılsın 7 bərabərdir 12 vurulsun 9 yani 108. 5a bərabərdir 108'in üstüne 7 gəlirik 115 ve a'nı tapırıq 115'i bölürük 5'er olur 23. Deməli doğru cevabımız olur 23. 74'te cevabımız 23. Geçtik 75. suala. 75. sual logaritmaya aittir. 2 logaritma 20 esasa göre 2. 2'yi logaritma 20 esasa göre 2. Üstəgəl logaritma 20 esasa göre 5. Vurulsun 2 logaritma 20 esasa göre 10 çıxılsın logaritma 20 esasa göre 5. Deməli, diqqətlə fikir verək inşallah. Qarşıdakı əmsal 2 bilirik ki logaritm altı ifadənin üstünə keçə bilir qüvvət kimi. Olur logaritma 20 əsasa görə 2 gəlir burada 2'nin üstünə. Olur 2 üstü 2 yəni 4. Arasında da üstə gəlmək var. Qoy birbaşa yazmayaq. Logaritma 20 əsasa görə 4. Üstə gəl logaritma 20 əsasa görə 5. Burada da logaritma 20 esasa göre 2 gelir. Onun üstüne qüvvət kimi olur 10 üstü 2 yani 100 çıxılsın logaritma 20 esasa göre 5. Bu da bize ne verir? Logaritma 20 esasa göre bilirik ki toplama olanda logaritma altı ifadeler birbirine vurulur. 4 5'e vurulur 20 olur ve eyni ilə ikinci mötərizənin içində burada çıxmadı. Çıxma olanda bölürük. 100'ü 5'e bölürük. 20. Logaritma 20 esasa göre 20 bize 1 verir. Olur 1 vurulsun 1 bərabərdir 1. Deməli 75'te cevabımız 1'dir. Keçirik 76. suala. 76. sualda silindire aittir. Diqqətlə fikir verək. Deməli, silindirin ox kəsiyi tərəfləri AB bərabərdir 12 və AD bərabərdir 10. AD 10'a bərabərdir. Düz bucaqlıdır. Silindirin ox kəsiyi. Silindirin ox kəsiyi deyəndə, yəni söhbət burada, bax bu düz bucaqlıdan gedir. ABC idi düz bucaqlısından. Bu düz bucaqlı silindirin ox kəsiyidir. Və bu silindirimizdən həcmini soruşur. Əvvəlcə silindirin həcm düsturunu yadımıza salaq. Deməli, B bərabərdir. S oturacaq, olsun, H. Deməli, bizə oturacağın sahəsi lazımdır. Oturacaq da nədir? Oturacaq, deyirik ki, oturacaq dairədir. Deməli, biz dairənin sahəsini tapmalıyıq. Dairənin də sahəsi necə tapılır? S oturacaq bərabərdir.
Pi r kvadrat. Pi'ni də bizə verib 3. Deməli, biz radiusu bilməliyik. Radiusu da baxırıq diqqətlə. Baxın, AD-ni bizə 10 vermişdi. Onun da yarısı olacaq 5. Deməli, radius 5'e bərabərdir. Onda S oturacaq bərabər olur. Pi'nin yerinə 3 yazırıq. R'in yerinə 5 yazırıq. 5'in kvadratı 25. 3 də 25'e vurulur. Cavab olur 75. Və gətiririk. Həcm düsturunda yerinə yazırıq. S oturacaq 75 vurulsun. Başqa hündürlükdür. Hündürlük də baxın. Hündürlük də elə bərabər olur 12. Deməli, 75 vurulsun 12. 750, bu da 150. Cevap olur 900. 76'da cevabımız 900. Devam edək keçək 77-ci suala. 5 üstü mənfi 2. 5 üstü mənfi 2 vurulsun 5'e 2 üstü mənfi 4. 5'e 2 üstü mənfi 4 vurulsun 2 tam 2'də 1 üstü mənfi 3. İfadəsinin qiymətini hesablayın. Deməli, diqqətlə fikir verək burada. Əgər qüvvət üstü mənfidirsə, A üstü mənfi n bilirik ki, bərabərdir. 1 bölünsün A üstü n. Deməli, kəsir şəklində olanda A bölünsün B-nin üstündə mənfi n olanda bilirik ki, surət və məxrəc yerini dəyişir. Yəni, tərsinə çevrilir. Diqqətlə fikir verək. 5 üstü mənfi 2 olacaq. 1 bölünsün 5'in kvadratı vurulsun. Surət və məxrəcin yerini dəyişdiririk. 2'də 5 üstü 4 vurulsun. 2 tam 2'də 1'i düzgün olmayan kəsrə çeviririk. Olur 2'də 5 üstü mənfi 3 və üstü mənfi olduğu üçün yazaq 5'də 2. Qüvvət üstü 3. Diqqətlə fikir verək. Bunları ayrı-ayrı yazaq, surət ayrı, məxrəc ayrı. Deməli, məxrəclərimiz olacaq 5'in kvadratı vurulsun 2 üstü 4 vurulsun 5 üstü 3. Surət 1 vurulsun 5 üstü 4 vurulsun 2 üstü 3. Və baxaq, deməli 5 üstü 4 ilə 5'in kvadratı gedir. Surət qalır 5 üstü 2. 2 üstü 3 ilə 2 üstü 4 gedir. Məxrəcdə 2 qalır. Və burada bir dənə də 5'in kubu var. Əvvəldən 5'in kvadratın 5'in kubuna vurardıq yerə. Yoxdur. Məxrəcimiz 5'in kubu. Deməli, surət olur 5'in kvadratı, məxrəc 5'in kubu. Bunlar da ixtisar gedəndə məxrəc qalır. Deməli, 2 vurulsun 5, yəni 10. Surət də olur 1. Deməli, ilə burada cavabımız bizim 10'da 1'dir. 0'dan 10'da 1. Keçək 78-ci suala. Deməli, 78-ci sualda düzbucaqlının sahəsi. 78-ci sualda düzbucaqlının sahəsi x kvadrat çıxılsın 7x üstəgəl 12. Yəni s bərabərdir. X kvadrat çıxılsın 7x üstəgəl 12. Çox əziz şəklində verilib. Uzunluğun ayrılış əleyhisi bərabərdir. X çıxılsın 3 olarsa, x'in ən kiçik tam qiymətini tapın. Deməli, biz də bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün n-in uzunluğunu vurmaq lazımdır. Deməli, biz buradan b-ni tapaq. Uzunluğun bizə verir x çıxılsın 3. N-ini gəlin b-ni tapaq. B bərabər olacaq s bölünsün y-a. Deməli, b bərabərdir s x kvadrat çıxılsın 7x üstəgəl 12 bölünsün x çıxılsın 3. Diqqətlə fikir verək, surətlə qurumlara ayıraq. Hasil 12, cəmi mənfi 7 olan ədədlər, mənfi 3 və mənfi 4'dür. Yəni, x çıxılsın 3, x çıxılsın 4. Burada x çıxılsın 3'lərdən ixtisar edib. Cavab qalır, x çıxılsın 4. Bizdən də soruşur, x-in ən kiçik tam qiymətini tapın.
Baxın, A-nın ifadəsində A x sıfırın 3'ə bərabərdir. B-nin də ifadəsində B deməli x sıfırın 4'ə bərabərdir. Yəni düzbucaqlının eni x sıfırın 4'ə, uzunluğu isə x sıfırın 3'ə bərabərdir. İndi x-in ən kiçik qiyməti neçə ola bilər? Əlbəttə ki, bilirik ki, bax burada x sıfırın 4'də sıfırdan böyük olmalıdır. X sıfırın 3'də sıfırdan böyük olmalıdır. Deməli, belə çıxır ki, x birincidə 4'dən böyükdür, ikincidə də 3'dən böyükdür. Bunların da ortaq hissəsi olacaq. Yəni, əlbəttə ki, 4'dən böyük. 4'dən böyük olduğu üçün cavab götürəcəyik. Ən kiçik qiymət 5. Deməli, 78'dən cavabımız olur 5. Keçək 79-cu suala. Diagonalı 6 cm olan kubun tam səthi ilə yan səthinin sahələri cəmini tapın. Deməli, bizə kub verilmişdir. Kubun diagonalı 6 cm bərabərdir. Baxaq, kubun bütün üzləri bilirik ki, kvadratdır da. Oturacağının da diagonalını çəkək. Oturacağındaki kvadratın diagonalı, bir də kubun özünün diagonalı. Fikir verək uşağa. Diagonalı 6 cm. Kubun tilini aynı işarə etsək, bilirik ki, kubun bütün tilləri birbirine bərabərdir. Kubun bütün üzləri kvadratdır. Kvadratın da bütün tərəfləri hamısı birbirine bərabərdir. Deməli, kubun oturacağındaki kvadratın diagonalı, məsəl üçün adlandırsaq, ABCD. ABCD kvadratın diagonalı AC bərabərdir. Pifagor teoremini tətbiq etsək, bilirik ki, burada hamısı düz bucaqlardır da. A kvadrat üstə gəl A kvadrat bərabərdir 2 A kvadrat. Deməli, AC-nin kvadratı bərabər olur 2A kvadrat. 2A kvadrat. Və kubun diagonalı, bax burada adlandıraq A1, B1, C1, B1. A1, C1 diagonalı. A1, C1 kubun diagonalının kvadratı bərabərdir. Oturacağın diagonalının kvadratı, yəni AC'nin kvadratı, biz də onu tapdıq 2A kvadrat. Üstə gəl, C1'in bölüyünün kvadratı, yəni A kvadrat. Bərabərdir 3A kvadrat. Deməli, kubun diagonalının düsturu A1, C1 kvadrat bərabərdir 3A kvadrat. Güzel də diagonalı verir 6. Deməli, 6'nın kvadratı bərabərdir 3A kvadrat. 3A kvadrat bərabərdir 36. A kvadrat bərabərdir 12. Bizdən nə soruşur? Kubun tam səthi ilə yan səthinin sahələri cəmi. Kubun tam səthinin sahəsi S tam bərabərdir 6A kvadrat. S yan bərabərdir 4A kvadrat. Biz bilirik ki, kubun tam səthi 6 kvadratdan ibarətdir. Yan üzləri isə 4 ədəd kvadratdan ibarətdir. Biz də A kvadratı tapmışıq 12. Bizdən soruşur bunların cəmini tapın. Yəni S tam üstə gəl S yan bərabərdir 10A kvadrat. Və biz də A kvadratı tapmışıq 12. Deməli cavabımız olur 120. 79'da cevap 120. 80. sual məsələdir, gəlin baxalım. Deməli, ata ilə oğlunun yaşları fərqi 24'dür. Atanın yaşını oğlunun yaşına böldükdə natamam qismətdə 2 və qalıbda 3 alınır.
Deməli, ata ilə oğlunun yaşlarının fərqi 24-dür. Oğlun yaşını gəlib x qəbul edək. Oğlun yaşı olsun x. Atanın yaşı olur x üstəgəl 24. Və atanın yaşını oğlun yaşına böldükdə natamam qismətdə 2, qalıqda 3 alınır. Yəni x-i, daha doğrusu x üstəgəl 24-ü atanın yaşını oğlun yaşına x-a böldükdə natamam qismətdə 2, qalıqda isə 3 alınır. Biz də bilirik ki, qalıqlı bölmədə bölünəni tapmaq üçün, yəni x üstəgəl 24-ü tapmaq üçün natamam qisməti bölənə vurmaq lazımdır. Yəni 2-ni x-a vurup və üzərinə qalıq gəlmək lazımdır. Tənlik həll edir. X-i sağ tərəfə keçirək, 2x-dan çıxaq, olur x. 3-ü də sol tərəfə keçirək, 24-dən çıxaq. Cavabımız olur x bərabərdir 21. Bizdən nə soruşur? Elə bizdən oğlun yaşını soruşurdu. Oğlun da yaşını biz x ilə işarə etmişdik. Deməli, x bərabər olur elə 21-ə. Doğru cavabımız 21. Keçək 81-ci suala. Cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərinin cəmindən 204 vahid böyükdür. Silsilə fərqi 17 olarsa, onun hədlərinin sayını tapın. Deməli, burada görə söhbət nədən gedir? Cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərinin cəmindən 204 vahid böyükdür. Yəni, cüt yerdə duran hədlərinin cəmindən çıxaq tək yerdə duran hədlərinin cəmini, cavab olsun 204. Cüt yerdə duran hədlər deyəndə nəyi nəzərdə tutur? A2, üstəgəl A4, üstəgəl A6, üstəgəl A2M. Cüt ədədlər 2M-dən işarə edək. Çıxılsın tək yerdə duran hədlər. Tək yerdə duran hədlər olacaq A1, üstəgəl A3, üstəgəl A5. Deməli, üstəgəl axırıncı tək ədədimiz də 2N-dən bir vahid əvvəlki. Yəni A2N çıxılsın 1. A2N çıxılsın 1. Deməli, A2N çıxılsın 1. Diqqətlə fikir verək. Bu da bərabərdir. Bizə verib ki, 204 vahid böyükdür. Yəni, bərabərdir 204. 204. Yaxşı. İndi baxaq. Deməli, A2 üstəgəl A4, üstəgəl A6, üstəgəl A2M. Gəlin bunları silsilə fərqi ilə ifadə edək. A2-ni yazaq. A1 üstəgəl D. A4-ü yazaq. A3 üstəgəl D. A6-nı yazaq. A5 üstəgəl D. A üstü, daha doğrusu A2-ni yazaq. Əvvəlki həddi olacaq A2N çıxılsın 1. Üstəgəl D. Bu oldu birinci mötərizənin içindəki hədlər. Çıxılsın. İndi ikinci mötərizənin içindəki hədlərə fikir verək. A1 var, A3 var, A5 var. A2N çıxılsın 1 var. Həmin hədləri biz burada almışıq. Baxın, A1, A3, A5, A2N çıxılsın 1. Yəni, mötərizəni açsaq əks işarə ilə, yəni biz onları yaza bilərik. Çıxılsın A5, çıxılsın A2N çıxılsın 1, bərabərdir 204. Diqqətlə fikir verək, nə alınır burada? Baxın, A1 əks işarə ilə, baxın, ikinci mötərizədən çıxdı. Baxın, A1-lər gedir. A3-lər, bax burada, islah olunur. A5, baxın, A5, bax, mənfi A5, bax, bunlar da islah olunur. A2-nin çıxılsın 1. Baxın, mənfi A2-nin çıxılsın 1. Deməli, yerdə nələr qalır? D-lər qalır. D-lər. Fikir verin, baxın, D. Bu D-lər qalır. Yəni, silsilə fərqləri qalır. D, üstəgəl, D,
üstəgəl D və sair və sonuncu D bərabərdir 204. Belə bir bərabərlik aldırıq. Yaxşı, indi burada D-lərin sayı nə qədərdir? Bax, buna diqqət eləyək. Silsilə fərqi D-lərin sayı görə neçədən alınmalıdır burada. Birinci mötərizənin içində idi də ancaq D-lər. İkinci mötərizənin içində, baxın D-lər yazmadıq. İkinci mötərizənin elə olduğu kimi mötərizənin qarşısında mənfi işarəsi var idi. Olduğu kimi, yəni D-siz A1, A3, A5. Baxın, əks işarə ilə açdıq. D-lər ancaq birinci mötərizənin içində idi. Birinci mötərizənin içində neçə hədd var idi? Baxın, ancaq cüt hədlər idi. Yəni, nömrəsi cüt olan hədlər A2, A4, A6, A2-nə qədər. Deməli, A2N. O deməkdir ki, burada 2N sayda hədd var. Amma biz yalnız cüt hədləri götürmüşdük. A2, A4, A6, 2-lərin təkədlər birinci mötərizənin içində yox idi. Ancaq cüt hədlər idi. Deməli, burada 2N sayda yox, N sayda D var. Yəni, bu D-lərin sayı N saydadır. Çünki A2-də A1 üstəgəl D, baxın, bir dənə D iştirak edirdi. A4-də A3 üstəgəl D, bir dənə də D burada iştirak edirdi. A6-da A5 üstəgəl D, deməli, bir dənə burada D iştirak edirdi. Yəni, 2N sayda həddə N sayda D iştirak edirdi. Deməli, N vurulsun D bərabərdir 204. Bizə daxil silsilə fərqini vermişdi 17. Getiririk, N-in yerinə 17 yazırıq. 17 vurulsun D bərabərdir 204. D də bərabərdir 204'ü bölürük 17'yə. Bu da bizə verir 12. Deməli, silsilə fərqini aldıq 12. Amma bizdən nə soruşurdu? Daha doğrusu, üzülü sayın, burada silsilə fərqini yox. Biz D-nin silsilə fərqinin qiymətini bizə vermişdik axı, yəni 17'ni D-nin yerinə yazırıq. N vurulsun 17 bərabərdir 204. Biz N-i tapdıq burada. 204'ü böldük 17'yə 12. Deməli, N 12'dir. Bizdən nə soruşurdu? Bizdən soruşurdu ki, onun hədlərinin sayını tapın. Hədləri də axı cüt sayda idi. Şərtdə deyirdi, cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt sayda həddi olduğu üçün biz onu həddini 2N qəbul etmişdik. Cüt sayda hədlər deməli 2N ilə A2N ilə işarə olunmuşdu. Biz də N-i 12 tapmışıq. Deməli 12'ni də 2'yə vururuq. 12 vurulsun 2 və axır cavabımız bizim olur 24. Keçirik. Deməli, 82-ci suala. Məsələdir. Azad şəkil üzrə məsələ verilir. Deməli, qaçış yolunun uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə, yəni A, B, C və D, Y, F üçbucaqları boyunca hüdudlanmışdır. Bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir. Deməli, söhbət burada nədən gedir? Qaçış yolu üçbucaqlar boyunca aparılır. A, B, C üçbucağı boyunca və D, Y, F üçbucağı boyunca bir-birinə paralel olan, uyğun tərəfləri bir-birinə paralel olan, yəni AB paraleldir DY, AC paraleldir DF, BC paraleldir YF olan iki üçbucaq formalı sahə ilə hüdudlanıb qaçış yolu. Bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 cm olan ağaclar əkilmişdir. Yəni, baxın, bu ağaclara fikir verin. Bax, bu ağacların arasındakı məsafə 5 cm-dir. Yəni, hər 5 cm-dən bir ağaclar əkilmişdir. Həm böyük üçbucağın üzərində, həm də kiçik üçbucağın üzərində hər 5 cm-dən bir deməli ağaclar əkilmişdir. Bizdən axırda bütün ağacların sayını soruşur. İndi verilənlər nədir? Baxın, AB bərabərdir 160. Böyük üçbucağın AB tərəfini verib 160. AC-ni verib 180, BC-ni verib 200, DF-i verib 45,
Baxın deyir, kiçik üçbucağın tərəfini verib 45 və bizdən əkilmiş bütün ağacların sayını soruşur. Əvvəlcə böyük üçbucağa fikir verək şöyle. ABC üçbucağına. Baxın, bu böyük üçbucağın tərəfləri boyunca neçə ağac əkildiyini tapmaq üçün biz onun tərəflərinin uzunluqları cəmini bilməliyik. Yəni perimetrini tapmalıyıq əvvəl. P ABC bərabərdir 180 üstəgəl 160 üstəgəl 200. Deməli 180, 160, 340, üstəgəl 200. Bu da bizə verir 540. Deməli perimetr 540'dır və bizə deyirdi ki, ağacların arasındakı məsafə 5 metrdir. Deməli biz 540'ı bölürük 5'ə. Cevap olur 108. 108 nədir? 108 böyük üçbucağın, yəni ABC üçbucaq formalı sahədə əkilən ağacların sayıdır. İndi keçirik kiçik üçbucağa. DYF üçbucağına. DYF üçbucağına. Biz DYF üçbucağının da perimetrini bilməliyik ki, onun da perimetrini həmin bu ağaclar arasındakı məsafəyə, yəni 5'ə bölək, görək bu DYF üçbucağı boyunca neçə ağac əkilir. İndi perimetrini tapmaq üçün biz onun tərəflərini bilməliyik. Sadəcə biz DF burada tərəfini bilirik. Bunun üçün uşaqlar biz burada oxşarlıqdan istifadə edəcəyik. Yəni üçbucaq DYF, üçbucaq DYF burada oxşardır. Üçbucaq ABC'ye. Bu iki üçbucaq birbirine oxşardır. Çünki bizə paralellik verilib burada. Fikir verin, şərtdə deyil ki, uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq. Deməli, bu üçbucaqlar bir-birinə oxşardır. Oxşardırsa biz onların perimetrləri nisbətindən istifadə edə bilərik. P1 bölünsün P2 bərabərdir. A1 bölünsün A2 nisbətindən istifadə edə bilərik. P1'i 180 qəbul etsək, 180 bölünsün ikinci üçbucağın perimetri P2 bərabərdir. Daha doğrusu 180 böyük üçbucağın tərəfi idi. Kiçik üçbucağın da tərəfini biz 45 götürək. Kiçik üçbucağın tərəfi 45 verilir. Bərabərdir perimetrlər nisbəti. Böyük üçbucağın da perimetrini biz tapmışdıq. Böyük üçbucağın perimetri 540'a bərabər idi. Deməli 540 bölünsün kiçik üçbucağın perimetri. Bu da P2 kimi ifadə etmişik. Deməli buradan biz kiçik üçbucağın perimetrini tapa bilərik. P2 bərabərdir 540 vurulsun 45 bölünsün 180. 540 180'e bölünür 3. 3'ü de 45'e vururuq 135. Deməli kiçik üçbucağın perimetri 135'dir. Ağaclar arasındakı məsafə 5'e bərabərdir. Ondan kiçik üçbucağın boyunca, tərəfləri boyunca 135 bölünsün 5. Yəni deməli 27 ağac əkilir. Ağacların sayına gəlin fikir verək. Deməli 108 ağac böyük üçbucaq boyunca əkilmişdir. 27 ağacdan kiçik üçbucaq boyunca əkilib. Deməli 108 üstəgəl 27. Bizdən bütün ağacların sayını soruşur. 108 üstəgəl 27 bərabərdir 135. Deməli bütün ağacların sayı 135 imiş. Keçək 83-cü suala. Y bərabərdir x kvadrat çıxılsın 6x üstəgəl b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5 olarsa b parametrinin kiçik qiymətini tapın. Yenə də uşaqlar funksiyalarla qrafiklər verməsinə aiddir bu sual. Deməli y bərabərdir x kvadrat çıxılsın 6x üstəgəl B parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5'dir. Deməli, təpə nöqtəsini göstərmək üçün inşallah biz təpə nöqtəsinin koordinatlarını tapaq. Deməli, təpə nöqtəsinə görə yazılır. Təpə nöqtəsinin koordinatlarına görə yazılır. Y bərabərdir
A vurulsun, x çıxılsın. M'in kvadratı üste gel m. Bu şekilde yazar. Y beraberdir. X kvadrat çıxılsın 6x-ı. Deməli, x kvadrat çıxılsın 6x. İki hədlinin kvadratı şəklində göstərmək üçün üzərinə 9 əlavə edib çıxırıq. İfadənin qiyməti dəyişməsin və b-ni də yazırıq. Deməli, x kvadrat çıxılsın 6x üstə gəl 9 bizi verir. X çıxılsın 3'ün kvadratı. Bu da b ilə də 9'un yerini dəyişir. Üstə gəl 1 çıxılsın 9. Bax bu şəkildə ifadə alırıq. Deməli, buradan m'in qiyməti bizdə 3'dür. M bərabərdir 3'ə. N'in qiyməti isə b çıxılsın 9'dur. Yəni m də bərabərdir b çıxılsın 9. Parabolanın təpə nöqtəsinin apsisi 3, ordinatı isə b çıxılsın 9'dur. Bizə deyir ki, parabolanın təpə nöqtəsindən koordinat başlanğıcına nəzərə. Koordinat başlanğıcına qədər məsafə 3 köklə dəyişdir. Koordinat başlanğıcının da koordinatları 0, 0'dır. Parabolanın təpə nöqtəsini də hər hansı bir A nöqtəsi ilə göstərək. Deməli, apsisi 3, ordinatı isə b çıxılsın 9'dur. Və iki nöqtə arasında məsafə üsulundan istifadə edək. O A'nın kvadratı bərabərdir. Deməli, 3 çıxılsın 0'ın kvadratı. Üstə gəl 1 çıxılsın 9. Çıxılsın 0'ın kvadratı. Belə olduğu kimi qalır. Və bizdə o A məsafəsini verilmişdir. 3 kökdə 5. Deməli, gətirək yazaq yerinə 3 kökdə 5'in kvadratı. 3 kökdə 5'in kvadratı bərabərdir. 3 çıxılsın 0'ın kvadratı 9 üstə gəl. 1 çıxılsın 9'un kvadratını iki ifadənin fərqinin kvadratı kimi açırıq. B kvadrat çıxılsın 18b üstə gəl 81. 3 köklə 5'i kvadrata yüksəldirik. Olur 45 bərabərdir. B kvadrat çıxılsın 18b. 9'un da üstüne 81 gəlirik 90. Deməli, b kvadrat çıxılsın 18b. 45'i də keçirdək sağ tərəfə 90'dan çıxaq. Yenə də olur 45 bərabərdir 0. Diskriminant tapaq. Diskriminant bərabərdir 324 çıxılsın 4 vurulsun 45 yəni 180. Bu da bize 140'dır. B1 bərabərdir 18. 144'ten 12 çıxır. Seyir 12 bölünsün 2. Olur 15. B2 də bərabərdir. Deməli 18 çıxılsa 12 bölünsün 2. Bu da bize verir 3. 15 və 3. Deməli B üçün 2 cevap aldıq. B'nin 2 cevabı var. 15 ve 3. Bizden soruşurdu. B'nin kiçik qiymətini tapın. Ona göre cevabımız olur 3. Devam edək. Keçirik 84. suala. Deməli, burada da mərkəzi 10 nöqtəsində olan çevrənin iki kəsrən vətərindən söhbət gedir. Mərkəzi 10 nöqtəsində olan çevrənin kəsrən iki vətərindən biri uzunluqları 48 cm və 3 cm olan iki parçaya bölünmüşdür. Digər vətər isə 1-4 nisbətində bölünərsə bu vətərin uzunluğunu tapın. Nisbətən sadə sualdır. Deməli, bizə çevrə verilir. Çevrənin iki kəsrən vətərini çəkirik. Çevrənin iki kəsrən vətərini çəkirik. Deməli, bu vətərlər biri uzunluqları 48 cm və 3 cm olsun. 48, 3. Digəri isə 1-4 nisbətində bölünür. 1-4 nisbətində, yəni x 4x nisbətində bölünür. Və biz bunun qaydasını bilirik. Bilirik ki, çevrədə əgər deməli iki vətər kəsrərsə, onda parçalar, alınan parçalar biri A, biri B, digəri C və D olarsa, A vurulsun B bərabərdir, C vurulsun D kimi qaydamız var, teoremimiz var. Həmin qaydanı burada tətbiq edirik. Yəni 4x vurulsun x bərabərdir, 3 vurulsun 48. 4x kvadrat bərabərdir 3 vurulsun
48. Hər tərəfi burada 4'e bölək. Deməli, x kvadrat bərabərdir 36 və x bərabərdir müsbət mənfi 6. Biz burada əlbəttə ki, müsbət 6'nı götürürük. Çünki burada parçanın uzunluğundan söhbət gedir. Bizdə bu vətənin uzunluğunu soruşur. Yəni, x və 4x. Yəni, nisbətində bölünən vətəndən söhbət gedir. X 4x 5x olur. Ona görə də 5x'i tapmaq üçün 5'i də vururuq 6'ya. Cavabımız olur 30. 84'də cavabımız 30. Gəlirik sonuncu suala, 85-ci suala. F alayettir. Baxaq, cəza şəklində verilir. Yəni, topluda olan məsələlərdən. Cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayları göstərilmişdir. Hər fən üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. Deməli, diqqətlə fikir veririk. Riyaziyyat olimpiyadasında iştirak edən şagirdlər, bir də fizika olimpiyadasında iştirak edən şagirdlərin sayı haqqında məlumat verilib cədvəldə. Deməli, riyaziyyat olimpiyadasında iştirak edən şagirdlər, oğlanların sayı y üstəgəl, qızların sayı 2x bərabərdir 14. Fizika dərnəyində iştirak edən oğlanların sayı 5y üstəgəl, qızların sayı x bərabərdir 14. Hər ikisi 14'e bərabərdir. Tənliklər sistemini həll edək, qızların və oğlanların sayını tapaq. Deməli, yuxarıda y-imiz əmsalı 1'də, aşağıda 5'dir. Birinci tənliyin deməli, əmsallarını vuraq mənfi 5'ə. Deməli, mənfi 5y çıxılsın 15 x bərabərdir mənfi 70. Mənfi 70, 5y üstəgəl x bərabərdir 14. Tərəf-tərəfə toplayanda eşitliklər gedir. Mənfi 15x üstəgəl x, mənfi 14x bərabərdir. Mənfi 70 üstəgəl 14, mənfi 56 və buradan x-i tapırıq 4 və y-i tapaq birinci tənlikdən. Y bərabərdir 14 çıxılsın 3x, yəni 3 olsun 4. Bu da bizə verir 2. Deməli ki, x-i aldıq 4, y-i də aldıq 2. İndi qayıdırıq sualımıza. Bizdən nə soruşurdu? Hər fən üzrə bir qalib olarsa, hər fən üzrə bir qalib. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə isə qız şagird olması hadisəsinin ehtimalını tapın. Deməli, hər fən üzrə bir qalib olacaq. Baxaq, riyaziyyat fənni üzrə. Cəmi neçə şagird var idi? 14 şagird var idi. Deməli, məxrəcimiz 14. Və riyaziyyat fənni üzrə qalib olan oğlan olmalıdır. Oğlanlar riyaziyyat fənnində sayı y-lə göstərilmişdir. Biz də y-i tapmışıq 2. Deməli, əlverişli halların sayı 2'dir. Bu olsun. Fizika fənni üzrə də deməli bir qalib olacaq və bu qalib qız şagird olmalıdır. Baxaq, fizika fənni üzrə cəmi 14 nəfər şagird iştirak edirdi. Deməli, mümkün halların sayı 14'dür və qalib qız şagird olmalıdır. Yəni, qızların sayında x ilə işarət etmişdilər. X-in də qiymətini tapdıq 4. Deməli, əlverişli halların sayı burada 4'dür. Və hesablayaq. Deməli, 2 ilə 14 aparaq, 7 qalsın. 4 ilə də 14 2 aparaq. Deməli, məxrəcimiz olur 7 vur 7, yəni 49. Surətimiz isə olur 2. 85'də ehtimalın cavabı olur 49'da 2. Tapşırıqlarımız bitdi inşallah. Bu videonun da sonuna gəldik. Gələn videolarda görüşənə qədər hələlik salamat qalın.